Qızın 3-cü doğuşudur. 13 fasiləmiz var. Birinci, ikinci doğuşu rahat keçib deyəsən. Öz dediyinə görə, düzdür vaxtında. Bugün də rolda 40 həftəmizi tamamlamışıq. Yenə deyirəm, elə bil ki, ilk doğuşdur. Açılış biraz ləhk getdi. Suyun sərtliyi çox idi. Suyunu açanda sonra demək olar ki, bir xeyli su getdi. Amma o qədər gözəl qızdır ki, o qədər belə tərbiyəli, mədəni qızdır ki, hələ bir qışqırtısı yoxdur. İçində çəkir. Elə olanda laf adam ürəyə bir şey olur ki, ayalım, içində çəkir, tez qutarsın inşallah. Saat 1-ə qalır falan. Gözləyirik. Onun fasilə verib 2 dənə oğul balamız var. Bu da oğul balamız gəlir. Bu da qız istədi, qız istədi. O həmişə misal çəkəndə öz gəlinimizi misal çəkirəm. O da üçüncünü qız istəmək, qız arzusuyla, qız hesabı ilə, nəməylə saxladı, səhifələri hesablatdırmışdı. Amma sonra gördü oğlandı. Deməli, Allah nə verirsə ona qane olmaq lazım. İndi biz də balamızı gözləyirik, salamat gəlsin. Nəfəs al, biraz səbirlə nəfəs al. Sonra qəşək ver. Ağlı balamdır mənim, aferin. Saxla, düzəlməz, özü gəlir. Özü gəlir, özü gəlir, özü gəlir, özü gəlir, özü gəlir. Ay, sağ ol. İndi bir daha ver, indi ver. İndi ver, ver, Günel, ver. Günel, ver ağlı balam, ver. Mama, mən gəldim. Mama, mən gəldim. Xoş gəldin, xoş gəldin, xoş gəldin, xoş gəldin.